Soliton mağazalarının baş sponsorluğu ile İmtina serialının 23. bölümü başladı. Qardaş, salam aleyküm. Aleyküm salam. Burada bir xanım var, emalatxanası olmalıdır. Bəli, ikinci mərtəbədədir. Buradan gedirəm. Hə, plekanın qapını görəcəksiniz. Sağ ol. Sağ olun. Sabahın xeyir. Çoxdan gəlmisən? Yox, indi gəldim. Bu nə vaxtın yatmağıdır? Necə bəlkə yuxuya getmişəm. Gözlə bir dəqiqə. Bir dəqiqə yuxum dağılsın. Xətrinə dəymədi. Ərklədiyim üçün elədim. Üzünə su içiləmək deyirəm. Narahat olma. Qonaq çağırıb yatan adam elə belə oyadarlar. Sən keç, mən indi gəlirəm. Hara gedirsən? Gedim çay qızdırım içəyə, hə? Yox, əziyyət çəkmək istəmir. Ürəyim istəmir. Doğrudan buna vaxtın yatmağıdır. Axşam sənə müəllimə dedim, göyə şəkli başlamışam, yağlı boya ilə. Aha. Yalan demişdim. Söz altda qalmamaq üçün. Sən də dedin ki, növbəti dəvəti emalatxanaya gözləyirəm. Amma mən yox, o ailədir. Doğrudan? Bəli. Hə. Və Bəsi odur ki, dilimin bəlasına düşdüm. Gecə səhərə qədər işləmişəm yalancı çıxmamaq üçün. səni əməlicə işə salmışam ki, dəvət edirəm. Gedək, gec də olsa yemək ye. Mən sən fikirləşdiyin qədər də tənbəl adam deyilmi? Səhər gedib restoranda yemək yiyib gəlmişim. Geç. Şəkli necə bəyəndin? Nəyəsə oxşuyur? Telefonda bir söz demək olmur. Gəlmişəm orijinalına baxmağa. Güzgü çantamdadır. İndi gəlib verərəm.
Oxşada bilmişəm. Gözlərimin ifadəsi xoşuma gəldi. Kədərli baxışlar. Gözlərim yol çəkir. Qəribədir. 2 il bundan əvvəlki halımı çəkmirsən. Məni tanımaya. 2 il bundan əvvəl gözlərin kimin üçün yol çəkirdik? Həbsdən çıxmaq üçün. Hayır Əsəma. Ömrümün bir hissəsini həbsə keçirmişəm. Bir hissəsini həbsə keçirmişəm. Gözləmirdin, hə? Açığı yox. Ayşe ilə biraz danış. Danışmalı bir şey yoxdur. Mən orada da elə adamlar gördüm ki, həbsə düşməklərindən fəxr edirlər, qürrələnirlər. Məncə orada fəxr olması bir şey yoxdur. Düzdür, ayıb da deyil. Məsələn, mən bir də ora qayıtmaq istəmirəm. Hə, bir də onu deyim. Ən vacib məqam. Bilmirəm, cinayət törədib ora düşən adamlar nə fikirləşirlər. Amma mən orada keçirdiyim aylara, illərə təəssüflənmirəm. Çünki o addımın adı fədakarlıq idi. Fədakarlıq? Kimin üçün? Orasını deməyim. Desəm qürrələnməyin başqa forması olar. Məsələyə Keçmişindən utanmayan adamlara hörmət edirəm. Amma səni hər dəfə görəndə təəccüblənirəm. oradan maraqlıdır. Dünən nə ilə təəccübləndirmişdim səni? Dünən rəssam olduğumu biləndə hamı çaşıb qaldı. Bircə sən elə davrandın ki, elə bilirsən. Elə bil niyə? Bilirdim də. Hardan? Dünən restoranda saat şəkli çəkirdim. Qəribə bir saat idi. Gəlmişdim. Gördüm səni. Hətta yaxınlaşdım da. Diqqətin şəkildə olduğu üçün məni görmədim, hiss eləmədim. Sən nə maraqlı adamsın.
Şəmsi, salam. Gəlmişəm, restoranın həyətindəyəm. Çıxa bilərsən? Yox, içəri gəlməyim. Çıx bayıra, burada söhbət eləyək. Çox xahiş edirəm. Hə, sağ ol. Nədəsən, Şəmsi? Sağ ol. Şəmsi, elə peşman olmuşam ki, uşaqlıq eləmişəm, sonra başa düşdüm. Çox böyük səhv eləmişəm. Xahiş edirəm, bağışla. O, vidadi söhbətin deyirəm də, səni vurdu. Bilirəm, başa düşdüm. Biləndə Laçın da məni vurdu. Allah haqqı dinlənmədi. Çünki başa düşmüşdüm ki, səhv eləmişəm. Mən səndə bir günah görmürəm. Sən niyə üzr istəyirsən ki? Tapşırığı anam vermişdi. Sözüm bundan ibarətdirsə, mən səni bağışlayıram. Yaddan çıxaraqdır. Bitsin bu söhbət. Yox, təzədən bilirsən nəyə əsəbləşirəm? Fikirləşirəm ki, yaxşı, mən səhv elədim. Adama deyərlər, ay Vidadi, sənə nə gəlib? Deyir, ailəliyəm, uşağım var. Adama deyirlər, sən yekə kişisən, utanmırsan elə iş tutursan. Düz demirəm, qardaş. İndi mən sənə desəm ki, ged özünü qaydan at, atacaqsan. O yaşda kişi bir kəlmə sözə görə gedib dava salırsa, deməli o dar düşüncəlidir. Ay, sağ ol. Elə mən də onu deyirəm. Gəl biz də ondan heyfimizi çıxaq. Neynəsə haqqımız çatır. Allah haqqı. Neyniyim? Gedim indi mən onu da öldürüm. Yox da, dediyək o uşaq hərəkətidir. Gəl gedək, ver onu polisə. Qoy tutub bassınlar içəri, Allah haqqı. Ciddi sözüm deyil də. Özüm ölüm, qoy ağlı başına gəlsin. Mən sənin ağılsız olduğunu bilirdim. Amma bu qədər yelbeyin olduğun ağlıma gəlməzdi. Sənin başına su çıxır. Mənim Vidadini polisə verməyim o deməkdir ki, mən səndən də şikayət eləmiş oluram, anandan da. Niyə? Nətər yəni niyə? Sənə çatmır və polis Vidadidən soruşmayacaq ki, tanımadığın adamı niyə vurmusan? Hə? O da deməyəcək ki, bunu mənə sifariş veriblər. Nə şey baxırsan üzümə? Bu adi şeyi başa düşmürsən? İndi sənə bir söz deyəcəm. Yəni bilirəm, onsuz da sənə çatmayacaq. Laçınla könlün bəxti onda gətirib ki, ananla atavın nə zirzibil xasiyyəti varsa sənə keçib. Mühasib zəng eləmişdi. Adəmin pulunu nəqdləşdirib. Niyə? Bəli, mənə belə dedi. Onlar gələndə nəğ gətirmişdilər axı, ola bilsin ona görədir. Bu heç ciddi hərəkət olmadı. Adəmgillə nə ciddi olmuşdu, bu da ciddi olsun. Nəysə. Şükür ki, xoşluqla ayrıldıq. Zəng vur, xəbər elə gəlib götürsünlər. Adəmə zəng eləyib. Zəng vuranda nə olur ki? Sənam, inanırsan mənim Adəmdən elə zəhləm gedir ki, telefon nömrəsini belə silmişəm. Onda oğluna zəng var, kiçiyinə.
Hə, ona zəng eləyərəm. Xahiş edirəm. Danış bu gün hələ. Oldu. Dədəm Vidadi ilə görüşüb. Sən nə ol babala? Sualıma cavab ver. Dədəm Vidadi ilə görüşüb. Nə qışqırırsan? Bu nə sifətdə anan eləyirsən? Yaxşı eləyirəm. Hər zirzi bil ki, mənim əlimlə görürsün. Küçük. Əlim çək. Öyrənmişsiniz elə çatan bəni şillələyib qapazlayır. Sənə nə ol babala? Sən niyə özündən çıxmısan? Özündən çıxan mən deyiləm, sizsiz. İndi də adam öldürürsünüz. Nə? Yalan deyir, Vidadi. Harda atan? Ne oldu be? Ne sesini başına atıpsan? Adını hardan bilir? Ne dedi ki sana? Yorulmadınız, bezmədiniz, nə qədər cinayət öyrətmək olar? Sesini kaldır. Ay, yaxşı eləyirəm. Bəs fikirləşmirsən ki, mənim yolumu kəsirsən? Fikirləşmirsən ki, işimi pozursan? Səndən ötürü eləyirik də, ayıcılar. Ha, nanecik köpek oğlu. Hep çalıştığım, vuruştuğum sizden ötürü değil mi? Yox! Evimi yıxdınız mən. Vidadi pulu attı, sonra da dedi ki, atıram pulunu. Hünərin var, səsini çıxar. Dedi, atandan aldığım pul da gitti. Az qaldı, üzüm etmiyorsun. Sən nə danışırsan babala? İndi ağlar. Əgər Gidip resmi şekilde senden imtina ediyorum. Evlatlıktan reddediyorum. Sonra da diyorum ki bu küçük bize kişer atır. Kovduğum için bizden açık çıkır. elə, Beni! Ele! bəs Laçınla könülə nə deyirsən? Ne?
Adem! Adem! Hə, Eldar. Hardasan könül? Mağazada. Laçın oradadır. Yoxdur. Hara gedib? Zəng vur özündən soruş da. Zəng vurdum, atmadı telefon. Birazdan gəlməlidir. Nə deyim? Gəlməlidir, ora qayıdacaq. Hə, əlbəttə. Onda heç nə demə, gəlirəm mağazaya, sizə sözüm var. Götürmür. Çağırır. Bir dəqiqə gözlə. Eşidirəm. Aha, götürdü. Eldar, qurban olum. Niyə bizə belə zülm eləyirsən? Atan ayaq üstə keçinib. Qayıt gəl, bir söhbət eləyək. Bilirsən nə var? Bilmirəm nə var. Qoy verim atana, atanla danış. Eldar, oğlum, qurban olum. Atana yazığın gəlsin, qəsdimə durma. Qayıt gəl evə, ata bala kimi yox. Bir dost kimi oturaq, sakit-sakit söhbət eləyək. Dil tapaq. Narahat olma, axşam gələcəm. Könlündən Laçından birlikdə. Üzü dönüb köpək oğlanın. Başımıza oynaşmasa yaxşıdır. Ne diyeyim, ne diyeyim? Salam Elza xanım. Bağışlayın, məşğul idim, telefonu aça bilmədim. Buyurun, eşidirəm. Ofisə niyə? Hər şey deyəndə nəyi nəzərdə tutursunuz? Pul da Elza xanım. Yəni sənədləri, pulları hamısını? Oldu, baş üstə. İndi gəlirəm.
Cavab vermədin əmi kişi. Aycan. Yaman narahatsan. Evə baxmağa deyirsən. Bəlkə onu sabaha saxlayaq. Ürəyin necə istəyir? Nəsə işin var, harasa getməlisən? Hə, istəyirəm Adəmgilə gedim. Danışmısınız, gözləyirlər. Yox, danışmamışım. Amma gedim. Getmək lazımdır. Sən Allah bağışla. Allah bağışlasın Əmid kişi. Əgər belədirsə, nahaq əziyyət çəkib gəlmisən. Telefonda da deyə bilərdim. Vay, Həmdəm, salam. Ay, salam. Necəsən Həmdəm, nə var, nə yox? Belə də, ay belə. Görsən Həmdəmi, bir şəhərdə yaşayırıq, amma aylarla bir günümüzü içli görmürük. Mənim atam da belə qardaşdır da. Belədir də Həmdəm, Allah'ın deyim. Siz nə qədər mehriban münasibət göstərirsinizsə, atamı dəxil edin. Bu insan tutmuşum. Atan evdədir. Evdədir, amma bərk ağlamış. Niyə? Anam dedi ki, buraya tut. Ürəyi. Hə, anam. Adəmin ürəyi xəstə deyil. Atamdan başlasmaq olur ki, gah elə olur, gah belə. Anam dedi ki, təcili yardım çağırın. Bəlkə də xəstəxanaya. Bəs sən burada xeyrim. Məni Elza xanım çağırır. Ayrıldıq axı. Nəsə verməlidir, yəqin o sənədlər filandır. Onu götürməyə gəlmişəm. Yaxşı, ay bala, sən yolundan qal. Hələliyəm də. Hələlik, sağ ol. Sağ ol. Özünü indi necə hiss edirsən? Çox pis. Əclafın üzü yaman döndü. Gedib Laçına desə vəssalam. Evimiz yıxıldı. Deməz, bizə hədə qorxu gəlir. Gedib dədəsindən, anasından şikayət eləyəcək. Az o gedib Laçıngilə hər şeyi danışar da, inan ki gedib polisə də deyər. Deməz, Laçına baxmayı. Bu qorxaqdır. Polisdən it kimi qorxur. Həm də onun dəli var axı. Elə dərd orasındadır ki, o hər şeyi bilir. Nə eləmişiksə onun gözünün qabağında eləmişik. Özünü quruya çıxartmaq üçün gedib deyər. Biz də nəsə desək, üzümüzə durar ki, mənə şər atırlar. Adəm. Laçından könül gəldi, Eldar yoxdur. Bəlkə maşından gətirib. Yox, bəlkəsi zadı yoxdur, darvazanı açmadılar. Bunlar piyada gəliblər. Ya bu köpək oğlu hara gedib görəsən? Neçə saatdır hardadır? Dayan. Axşamın xeyir ana. Hər vaxtın xeyir. Eldar mağazaya gəlməmişdi. Gəlmişdi. Nə vaxt? Səhər gəldi, maşını götürdü, getdi. Bəs sonra gəlmədi. Mənə zəng eləyib dedi ki, gəlirəm, amma gəlmədi. Gəlməli idi ki, Hə, bizə elə demişdi. ata yoxdur evdə. Buradadır.
Axşamın xeyir ata. Hər vaxtın xeyir. Nə olub? Gözümə qəribə dəyirsən. Hə, biraz ağrıyıram. Niyə ay ata? Nə olub sənə? Eldar sənə zəng eləyəndə saat neçə idi? Hardasa 3-4 olardı. Nə olub ki? Hə, bayaqdan anan da zəng eləyir, mən də telefonuna zəng çatmır, deyəsən bizi bloka atıb. Sən zəng elə gör hardadır? Dolaşmamısınız? Hə, Cılaf əsəbləşdirdi məni, qışqırdım üstünə. O da acıq eləyib getdi. Zəng elə gör hardadır? Nə deyib əsəbləşdirdi? Elə günahın biri də səndədir. Bacının, qardaşının yanında o qədər bizə cavab qaytardın ki, onun da ayağı yer aldı. Üzək çatmır. Deməli telefonu söndürüb. O acıq eləyib hara gedə bilər ki ayana? Bakıda bizim kimimiz var ki? Əşin, narahat olmayın. Onun özü ağılda bir dostu var, adı Vidadidir. Yəqin ondan yeyib içməyə gedir. Bir də gördün Lülqəmbər gəldi. Yemək yemisiniz? Boğazımızdan su keçir. Əynimi dəyişim, gəlirəm. Canlar vəlvələ düşdü. Polisə getməz. Hasta yani ya. Az o bunların yanına getməyibsə, tərsdən ağlıma gəldi. Az birdən acığa düşüb gedib Həmidə deyəri. Canım üçün bizi zibilə salmasa yaxşıdır. Səhərdən baxıram, elə bil evdə özün oturmağa yer tapmırsan. Götür qoyda qalmışam da. Firuzəgilə getdin. Getmək istəyirdim, qardaşım oğlunla rastlaşdım, dedi. Atası bərk ağrıyır, ona görə fikrimdən daşındım. İndi fikirləşirəm, bir tərəfdən yaxşı oldu. Sabah gedəcəm. Gedəcəm yox, birlikdə gedərik. Nə vaxt desən mən hazır. Birdən elə bilərsən mən yalan danışmışam. Gedib Firuzənin üzünə deyəcəm. Yox, mən sənə inanıram. Bu boyda yalan olmaz. Ata, sən niyə burada dayanmışsın? Siqaret çəkirdim qızım. Yaxşı Zeynəb, gecən xeyir Oldu, qalsın. gecəniz xeyrə qalsın.
Alo. Salam aleyküm qardaş. Aleyküm salam. Maşına baxmaq üçün nə vaxt görüşək? Nə maşın? Bəs axşam danışdıq axı, Leylanı görüb zəng eləmişdi. Bıy, hə, yadıma düşdü. Fikrinizi dəyişməmisiniz? Yo, alıram maşını, problem yoxdur. Lap yaxşı. Nə vaxt görüşək? Harda görüşək? Belə eləyək də, mən sizə məkan atım, maşını bura gətirin, oteldəyəm. Boş gələrəm. Amma tələsmə də, hardasa 1 saatdan sonra. Olsun qardaş. Məkan atın, 1 saatdan sonra gələrəm. Oldu. Umay pencəyim yuxarıdadır. Qalx zəhmət olmasa gətir. Dəqiq. Başqa nəsə lazımdır müəllim? Yox, çox sağ ol. Al. Sənə? Atam dünəndən yaman fikirlidir. Nəsə olub ona? Hə, mən də hiss eləmişəm. Amma özü heç nə danışmadı deyə dayı mən də heç nə soruşmadım. Evə baxmağa da getmədi. İndi sabaha qalsın. Bilmirsən, bu son hadisələr barədə atan Adəmlə nəsə danışıb? Yox, o barədə söhbətimiz olmayıb. Yəqin ki, danışmayıblar. Görünən budur ki, əmin tutduğu işdən əməlli başlı peşman olub ortaya çıxmış. Dünən sənədləri, pulları almağa da gəlmədi. Oğlunu göndərmişdi. Eldarı, yoxsa Laçını? Eldarı. Mən görmədim. Gəlib Elzadan götürüb gedib. Sonra sənə zəng eləməyiblər. Əmin ya da yoldaşı. Baxma da o qədər pulu verdi uşağa. Yox, zəng eləməyiblər. Deyirəm, bəlkə Vidadiyə zəng eləyəsən. Bu əclafa zəng çatmır. Bilmirəm, telefonu söndürüb, neyniyib? Vidadiyə nə zəng eləyim ki? Laşın dedi axı, dedim, mağazaya gəliblər. Yəqin birlikdədirlər. Ay Keybar. Laçın işin içində deyil deyə belə yozur. Vidadi Eldarın pulunun dalına keçəndən sonra evinə qonaq aparır. Başın işləyir, nə danışırsan? Bəs bu hara getmiş olar? Gecəni harda qalıb?
Odur. Yox, Humaydı. Aş görək də. Hə, Humay? Aş mən də eşitdim. Dedin Elza xanım niyə zəng eləyib? Elza xanım dünən zəng eləyib Eldara. Aha. Ofisə çağırıb. Niyə? Niyə nə dayı bibi? Xəbəriniz yoxdur. Nədən? Bütün sənədləri, pulları verib hamısını Eldara. Eldar da götürüb gedib. Evdə heç nə deməyib. Alo. Bibi, səsim gəlir? Qızım salam. Əmindir danışan. Yox, gətirib veribdi. Firuzənin xəbəri yoxdur. Gətirdi, verdi. Hə, lap yaxşı. Sənan dedi ki, maraqlanım, ona görə zəng vurdum. Özünüz necəsiz? Yaxşıyıq qızım. Çox sağ ol. Yaxşıyıq. Oldu əmi, hələlik. Hələlik. Adəm. Birdən uşağın başına bir iş gələri, maşında o boyda pul, dünəndən xəbər yoxdur. Allah haqqı uşağın başı öz əlindədir. Az yalandan burada vəlvələ salma. Kim nə bilir onun maşında nə var? Sənangil nədir? Quldurdur, banditdir. Pulu verəndən sonra uşağın dalından adam salsınlar. Bəs bu uşaq dünəndən hardadır? Nə bilim, Cannazlarda. Adəm. Hə. Deyirəm, dünən dalaşdınız. Küsüb çıxıb getdi. Deyirəm, birdən acığa gedib Həmidə bir söz zat deməz. Az onun üstünə diri ilan da salsan gedib Həmidə heç nə deməz. Bilmir ki, bu işdə onun da əli var. Qanmır ki, bu işin üstü açılsa təpiyi onu da tutar. Bəs hardadır? Niyə gəlmir? Niyə xəbər yoxdur? Az, itin balası pulu səndən də məndən də çox istəyir. Nə bilim, pulu alan kimi xarat cəhənnəm olub gedib. İndi 5-10 manat üstündən xərcləyib istədiyi yerdə gecəliyə bilər də. Təki sən deyən kim olsun? Sən qorxmursan? Narahat deyilsən? Mənim qorxduğum yeganə bir şey odur ki, birdən Laçın gilə deyər. Laçın bilsə dünya dağılacaq. Adəm, bəs biz neyniyək? Mən durub gedirəm Laçının yanına. Gərək o köpək oğlunu gözdən qoymayam. O küçük harda olsa axırda Laçının yanına gələcək. Gedim kəstirim Laçının yanını, gözdən qoymayım. Dilə tutum, qılığına girim, görüm neyniyirəm. Az. Birdən xofa düşüb ora-bura zəng eləyərsən, ha? Mən yazıq hara zəng eləyəcəm? Bilmirəm. Həmidə zada zəng eləyərsən. Eldar yanına gəlibdimi deyə, nəsə deyibdimi deyə. Sənin ağlına mənim etibarım yoxdur. Yox, qadanam, yox. Mən elə səhv eləmərəm. Düşünməmiş addım atma. Ay köpək oğlu. Bizi zibilə salsa bu salacaq.
Ata, Hacı. nə olub? Nə qızım? Dünəndən özündə sözündə deyilsən. İndi də siqareti bir-birinə çalırsan. Nəsə problem var? Problem deyəndə ki, bilirsən nə tərdi qızım? Həbsxanada bir oğlan vardı, yaxşı oğlandı. İndi o da çıxıb özünə bir ev qaralayıb. Məni çağırdı, dedi gəl biraz tör-töküntü təmizlik işləri var, gəl kömək elə. Subaydı ya, hələ ailəsi yoxdur. İndi onu fikirləşirəm, görəsən Zeynəb aparsam pis çıxmaz ki. Kömək eləməyə? Ya da Niyə pis çıxır ki? Yaxşı qadındır, razılaşar. Sonra mən də hörmətini eləyərəm. yox, o lazım deyil, özüm eləyərəm. Yaxşı, bu dəqiqə deyirəm. Ya dayan Umay. Sən desən, özünü məcbur hiss eləyər. Özüm gedib deyərəm, istəyər gedər, istəməz getməz. Yaxşı, ürəyin necə istəyir? Zeynəb, gəlmək olar. Əlbəttə, buyur gəl. O sözü eşidəndən Humay demişkən, özümdə sözümdə deyiləm, bilmirəm neyiniyim. İnanırsan, Firuzə ilə üz-üzə gəlməyə əziyyət çəkirəm. Amma deməsəm də olmaz, bağrım çatlar. Mənlə gedərsən, Firuzə gələ. Gedərəm, niyə getmirəm? Onda hazırlaş. Yox, əvvəlcə qoy bu maydan icazə. Mən demişəm, icazə almışam. O söhbət eləyirdin orada. Yox, işləyərəmmi? Adını başqa şey qoydum, yalan uydurdum. Hə, canlandım. Yaxşı, onda gözləyirəm. Küçədə gözləyirəm. Sağ ol ki, razılaşdın. Sağ ol, nədir Həmid kişi? O mənim də qızımdır axı. Bir də ki, mən ora üzə durmağa getmirəm ki, hesab sormağa gedirəm. Hər kəs öz dediyi sözün məsuliyyətini daşımalıdır. Şəmsinin yerinə işə götürmək üçün dünən 2 nəfər də adam gəlmişdi. Müsahibə elədim, bəyənmədim. Niyə? Təcrübələri azdır, elementar şeyləri bilmirlər. Elə başa düşdüm ki, elə Şəmsinin işini mən görəndə daha yaxşıdır. İşi bilməyən birini də gətirsə, gərək ona da nəzarət edeyim. Vallahi səndən düz deyirəm. Bir işim 2 olacaq. Şəmsin qədrini bilərsən. Qədrini bilərsən deyəndə ki, mən onu işdən çıxartmamışam ki, özü çıxdı da. Gəlmək olar. Qızım, gəl görüm gəl. Dərs olmadı. İcazə aldım. Niyə? Bəs sən danışmadın? Kimlə? Sayrayla. Dedin indi yadıma düşdü. Nə Sara? Bebi sənə deməyib? Nəyi?
Dünən mənə mesaj yazmışdı. Bugün gəlməlidir. Sara? Hə, Niye? bilmirəm. Bibi dedi danışacaq. Dünən Leylanı dərsə aparanda Saradan mesaj gəldi. Dedim danışaram, sonra yadımdan çıxdı. Nə vaxt gəlməlidir? Bilmirəm. Elə onun üçün dərsdən icazə aldım da. Dedim bir yerdə gedərik aeroporta. Bu nömrəyə zəng çatmır. Xahiş edirik. Saat neçədə gəlir? Elə həmişə bu vaxtlar gəlib də, saat 11-də. Dəqiq həmin reisdir. Bu dəqiqə baxım deyim də. Bizim axırıncı söhbətimizdən gör neçə gün keçib. Səndən xəbər çıxmadı. Deyəsən qərar verməkdə çətinlik çəkirsən. Şəmsi, mağazaya indi gəlmişik. Mən Laçından məsləhətləşən kimi sənə xəbər eləyəcəm. Buyur. Gönüllə ahuzarım var. Nə səbrin, nə qərarım var. Uzaqda bir nigarım var. Niçin gəlməz? Niçin gəlməz? Görübdü natavan nalan. Bütün günün olub giryan. Sənin yox dərdinə dərman. Niçin gəlməz? Niçin gəlməz Şəmsi? Başa düşdüm. Nəyə başa düşdün? Mənim şair adaşım yoxdur da. Siz Xurşud Banudan stat gətirə bilirsiniz. Mən yetim əli boş qalmışam. Niyə? Sənin də bir şair adaşın var. Kimdir ki? Şəmsi Təbrizi. Eşitməmisən, hə? Rus bölməsini bitirməyin bax belə tərəfləri də var da. Ədəbiyyatımızdan az xəbərim var. Ay Şəmsi, eybi yox. Hələ vaxtın var, öyrənərsən. Əyləş. Nə bildiniz? Könüllə yazışıram. Başın telefonu ilə qarışmışdı ki, Şəmsi heç mənim baxdığımı hiss eləmədi. Belə diqqətlə ancaq könüllə yazışa bilərsən. Şəmsi, bax mən uzaqdan da görürəm ki, sizin bir-birinizə qarşı çox yaxşı münasibətiniz var. Daha nə üçün ayrıldığınızı soruşmayacağım. İndi nə mane olur sizə? Ailələr haqqında sizə məlumat vermək istirdim Natavan xanım. Məncə bu mövzu sizə daha çox maraqlıdır axı. Biz Könüllə evlənəndə yaşı az idi.
Kənddə böyümüş qız, həyata mütü baxırdı. Amma ayrıldıqdan sonra ağı qaradan ayıra bildim. İndi baxıram ki, xeyli dəyişib, ayılıb, həyata başqa gözlə baxır. Amma mən hiss eləmədim. Məclisdə qızın səsini heç eşitmədim. Qardaşı olmasaydı, Laçını deyirəm, yəqin ki, özünü daha sərbəst aparardı. Könül o parametrləri yaxşı qoruyur. Doğrudan nə gözəl. Amma keçən dəfə dediyim kimi, onların ailəsi bir ailə deyil. Hər şeyi olduğu kimi deməliyəm. Məncə, indiki halda sizə o daha çox vacib. Könlün atası ilə anası ölkə ucuna qoyulası adam deyil. Bir dırdır anası var. Yəni, deyinməyə mövzu axtarmağa ehtiyac yoxdur. Mövzu tapmayanda da öz-özünə gileylənir. Bəs atası? Atası Adəm kişidir də, ondan heç yaradan baş açmır. Sizə oturar bir moizə oxuyar ki, ağzınız açıq qalar. Deyirsiniz ki, ay Allah, aydan arıq, sudan durur, nə tər gözəl insandır. Bir dəqiqənin içində elə bir cildə girər ki, şok olarsınız. Biz də indi yəqin təəccüblənirsiniz ki, bunları bilə-bilə mən könülə tərəf təzədən niyə gedirəm? Nativan xanım, mənim könülə yazığım deyil. O, xoşbəxt olmağa layiq qızdır. İndi anasının günahını onun ayağına yazmaq olmaz axı. Mən sizə bir söz deyim. Bunu Laçının özünə demişəm. Məndə elə təsvirat yaranır ki, Laçınla könül o ailənin evladı deyil. Onların təbiəti tamam başqadır. Könüldür. Görüşmək istəyirdim. Deyir, Laçının mağazasındayım. Mənə 1-2 saatlıq vaxt verə bilərsiniz. İndi getmək istəyirsən? Hə də, elə gedim ki, axşam qaynar vaxta qədər özümü çatdırım. Söhbətimizin nə qədər çəkəcəyini bilmirəm. Şəmsi, mağazaya gedəcəksən? Hə, Laçının mağazasındadır. Bəlkə birlikdə gedək? Lənət şeytana. Sən uşaq üzvə lənət. Bu gecə bizim başımıza oynayacaq. Oynayacaq bu bizim başımıza. Hə, ana. Hələ də zəh çatmır. Anadır. Evdarı deyir. Yaxşı, dayan, indi mən də yığıram. Narahat olma, bir xəbər çıxsa sənə də deyərəm. Zəh çatmır. Məşğul göstərir. Dayan orada, mən də yığım.
Məşğuldur. Bu qədər kimlə danışır axı? Bir də yığ. Məşğul göstərir. Amma bu məşğul deyil qaqaş. O zəngimizi bu rejimə qoyub. Necə yəni? Telefondan ayrı siqnal səsi gəlir, sonra məşğul göstərir. Zənglərimizi bu rejimə qoyub da. Hamımızı? Yəqin ki də. Niyə? Bilmirəm. Bəlkə o biri telefondan yığım, balaca telefondan. Yığ görüm. Aha, çağırdı. Deyirəm də. Ver bura. Alo, Hardasan hə, əclaf? Laçın sənsən? Telefonlarımızı niyə blok atmısan hə? Qaqaş bir dəqiqə dayan. Nə sualıma cavab ver görüm. Hardasan? Gecə evə niyə gəlməmisən? Harda olmusan? Laçın bir dəqiqə hövsələli ol, deyim hardayam. Hə, de. Məndən narahat olma, hər şey yaxşıdır. Biraz işim var, axşam gəlib deyəcəm mağazaya. Hə, sənin nə işin var? Hardasan axı? Dedim də biraz hövsələli ol. Axşam gəlib deyəcəm. Biləndən sonra sən də evə qayıtmaq istəməyəcəksən. Deyəcəksən ki, Eldar yanında yer elə, mən də səninlə qalıram. Səninlə qalacam nə də? Sən evə getməyəsən ki? Nə dedi ki? Apam başına hava gəlib ha. Ay, nə dedi axı? Deyir axşam gəlib danışacam. Deyir biləndə sən də evə getməyəsən. Necə yəni getməyəcəksən? Eldar evə getmək istəmir? Axşam bura gələcək? Belə dedi. Bəs indi hardadır? Onu demədi, telefonu da üzümə qapatdı. Dayan görüm, Bu nömrəyə zəng çatmır. Yine telefon söndürdü. Ona nə olub Laçın? Niyə belə eləyir? Başım sıxılır. Buraya ata gəldi. Xoş gəldin ha sən. Nə yaxşı gəlmisən? Eldarın xeyri başına dəysin. Ona görə gəlmişəm, bir xəbər yoxdur. Zəng elədik, danışdıq. Açdı telefonu. Telefon söndürməyib bir şey. Bizim nömrələri bloka salıb. Başqa nömrə ilə yığmışdım. Nə dedi ki? Gəl, keç əyləş. Hə, sən dünən dedin ki, sözünüz səp gəlməyib. Siz nətər dalaşmışsınız ki, bu deyir, mən evə gəlməyəcəm. Sizə nə dedi? Dedi, evə qayıtmayacam. Dedi, axşam gəlib sizə də deyəcəm. Eşidəndə güya biz də evə getməyəcəyik. Ata, siz nəyə üstündə dalaşmısınız ki? Nə olub axı? Hər şey, heç nə. Eldarın canını azdıram. Qoy oturum, gözlüyüm. Gələndə özüm danışaram. Laçın müəllim, buyurun. Bu nədir? Ayaq sürücü xidmətindən gəlmişlər. Maşını gətiriblər. Qardaşınız göndərib. Başqa iş nə demədilər? Xeyr, Oldu, sağ ol. sağ ol. Bu niyə belli hayata? Bilmirəm. Qoy gəlsin, danışaram. Məncə maşına göndəribsə gəlməyəcək. Dünən də dedi gəlirəm, amma gəlmədi.
Ay Allah, necə gərginəm. Ayaqlarım getmir, sürüyüb aparıram. Niyə ay Həmid kişi? Niyəsini bilirəm ki, qələti eləyən bunlar da əziyyətini mən çəkirəm. Qardaşımın yanında yoldaşına nə deyim? Ona da ayıbdır, mənə də ayıbdır. Sənə niyə ayıb olsun, ya qardaşın neynəsin? Ağzın danışığını bilməyən Firuzədir, qoy zəhmət çəksin, cavab versin. Kaş səndəki soyuqqanlıqdan biraz da məndə olaydı. Gəl, gəl. Zəngi bas şöyle qapını kim açacaq? Bəlkə açıqdır elə. Gəl. Göndərmisən? Baskına göndərməyi nədir? Ay bibi, nə danışırsan? Həmin Zeynəbi də yanına salıb bizə nəyə gəlib? Qorxumdan içəri girib qapını da bağlamışam. Niyə qayıdıb getmirlər? Bəs niyə qapımı döyürlər? Atam sizə gəlib? Zeynəblə üstümə baskına gəliblər. Bəs bayaqdan nə deyirəm? Baskına gəlmək nədir ay bibi? Onlar başqa yerə getməli idilər. Yəqin yol üstü nəsə lazım olub gəliblər. Qapının zadını niyə bağlamısan? Nədən qorxursan? Üstümə bıçaq çəkən adama qapı açın. Bıçaq çəkmək nədir? Zəng vur dədən gələ, dədən getsinlər. Yoxsa polis çağıracam. Lap başımı itirdim. Firuzə niyə belə eləsin ki? Üstünə bıçaq çəkmişdim axı. Olsun da, bəlkə səni gətirmişəm ki, üzr istəyəsən. Dedim axı, onların nəsə pis əməli var. Qaynısan da, qaynın görəndə adam bir eləməz axı. Pis əməli başa düşdük də. Ondansa bir kəlmə desin ki, qələt eləmişəm, bağışlayın. Yox, Həmid kişi, sən başa düşmürsən. Deyirəm ki, onların nəsə başqa pis əməli var. Yoxsa adam özün belə aparmaz axı. Bir sözlə deyim. Mən onun üstünə bıçaq çəkəndə özündən getdi, yıxıldı yerə. Sonra qızı gələndə Humaya dedi ki, gəldi, gördü, anam huşunu itirib yerə sərilib.
Onların nə xəlvət işi var ki, bu söhbətin üstünü açıb ağartmadılar. Ademdir. Hə, Adem. Hə, buradayıq həyətdə. Gəl də, gəl. Gəl, çıxıb küçədə gözləyirəm səni. Bayaq demədim ki, ata ilə ananın nəsə gizli işləri var? Hə. Sən düz deyirsən. Ona eşitsə, Eldarın da orada əli var. Dayı, mən də özümə görə bir kişiyəm. Hələ bilmək olmaz. Bəlkə hamımızdan yaxşı iş. Gecə evə gəlmir, gedir bahalı maşın alır. Hər nədirsə, dədəmgilin bunun yanında dili qısadır. Dayına söhbətdə bilmirəm. Yalan danışan adamın bizim aramızda nə işi var ki? Düzdür qardaş, düz deyirsən. Allah pis adamın üzünü qara eyləsin, qara. Allah şeytana lənət eləsin. Buyur Sara. Xoş gəlmisən, xoş gördük.